Salam əziz dostlar. Bugün istərdim ki, sizə Qurandan çıxarılmış ayələr və surələr haqqında, Vilayət və 2 Nur surəsi haqqında məlumat verim. Bu barədə hədislərin birində qeyd olunur ki, Cabir İmam Baqir əleyhissalamdan sual edir ki, Əhl-Beytin adları Quran-Kərimdə qeyd edilibmi? İmam əleyhissalam isə belə bir cavab verir. Hədisi sizin üçün oxuyuram. Ey Cabir, hörümçək, ağcaqanad, milçək və bit Quranda qeyd edilir. Amma bizim adlarımız, Əhl-Beytin adları qeyd edilmir. Həqiqətən də onlar, yəni Əhl-Beytin düşmənləri Əliyə və Fatiməyə olan nifrətləri səbəbilə bizim adlarımızı Qurandan çıxartdılar. Cabir dedi: "Ey ağam, bu sözlərin yerini onun kitabında mənə göstərə bilərsənmi?" İmam əleyhissalam buyurdu: "Onların çıxardığı bir surədə və təhrif etdikləri ayələrdə onları sənə göstərəcəyəm və sənə verəcəyim şeyi gizli saxla. Yoxsa onlar sənin əllərini və ayaqlarını çarpaz kəsəcəklər. Bil ki, ey Cabir, bu ənzəlnəha və fərədnəha və ənzəlnə fi